İkinci məsələ, el-məsələ thani arkanul bey. Yaxşı. Arkanul bey, yəni alğı-satqı neyin üzərində qurulur? Yəni əsasları. Əsasları. Arkanuhu thalasə. 3 dənə alğı-satqıda əsas var. Yəni alğı-satqı olmaq üçün orada mütləq bu 3 dənə şey nə etməlidir? Olmalıdır. Birinci deyirlər aqid və maqud aleyhi və siğə. Birinci alıcı və satıcı. Alıcı və satıcı. Mütləq ən azı 2 tərəf olmalıdır. Düzdür? Bir tərəf alğı-satqı olmalı. Yəni tərəf, belə deyil. Tərəf. Birinci tərəf. İkinci maqud aleyh, yəni mal. Nə alırsan, nəyə satırsan. Mütləq olmalıdır. Və siğə, yəni o malı sən hansı sözlə və ya hansı formada alırsan. Aydındır? Ola bilər ki, gəlib deyərəm ki, satırsan onu, bəli satırım. Mən alıram, gəlib pulu ver mənə malı. Aydındır? Və yaxud da ver mənə pulu gəlib. Və yaxud da başqa bir formula. İndi açıqlayır müəllif. Deyir, fəl-aqədə yeşməlu bə'i vəl-müştəri. Tərəflə nə deməkdir? Alıcı və satıcı. Vəl-maqud aleyhi əl-məbi'. Mal, yəni hansı ki alınır və ya satılır. Və-siğə, yəni forma necə o deyilir? Əl-icab vəl-qabul. Yəni mütləq. Bu mütləqdir. Sən bir şey almaq istəyəndə mütləq mən sənə icab və qabul. Yəni mən sənə əvvəl təklif verirəm. Mən bu malı səndən almaq istəyirəm. Sən də mütləq qəbul etməlisən. Deməlisən ki, hə, razıyam. Bu pula mən satıram. Bu olmasa alıq-satqı deyil. Yəni mən bunu səni alıram, heç səndən soruşmuram. Bu ticarət deyil. Aydındır? Mütləq deməli olmalıdır o biri tərəfdən qəbul. Vəl-icabu lafzu sadiru minəl bə'i kən yəqul bi'tu. Deməli, vəl-qabul lafzu sadiru minəl müştəri kən yəqul iştərəytu. Yəni, alıram, satıram, bu kimi ləfzlər. Lakin alimlər buyurublar ki, şərt deyil mütləq bunu deyəsən. Əsas odur ki, o başa düşülsün. Başa düşülsün ki, bu adam səni satmaq istəyir. Bu adam da razıdır bu malı ondan almaq. Və həzihi siğətul qavliyyə. Əmmə siğətul fi'liyyə fəhiyəl muata. Tayyib. Bu sözlə və lakin müəlliflər buyururlar, rahimehumullah, ola bilsin ki, sözsüz olsun. Ona deyirlər bey'ul muata. Bey'ul muata, yəni sözsüz alğı-satqı olsun. Və hiyəl əxzu vəl-i'ta'u kəən yədfə'l müştəri thəmənə sil'əti iləl bə'i fəyu'tihi iyyə biduni qov. Yəni gəlirsən, məsələn bir adamın yanına, biz məsələn bugün müasir supermarketdə çoxsan belə baxanda bu bey'ul muatadır. Biz heç danışmırıq. Malı götürürük, malın üstündə qiymət var, gedirik, kassira veririk, kassirlə danışmırıq. Kassirlə orada onu çəkir, pulunu ödəyirik, gedirik. Heç bir söz də demirik. Aydındır? Bu bey'ul muata, cumhur alimlər onu icazə verirlər, bu səhihdir. Çünki əsas ticarətdə biz görəcəyik. Əsas ticarətin ərkanları razılıqdır. Bu da razılıq verir. Sən də bilirsən ki, o razıdır ona. Tayyib.